İki dedilər çəkiliş olmasın, diktafon olsun. Nəşq oxursan, sesin düşdü, görsən. İkinci, maşallah, haqsən, yayırıq da səni. Da nə istəyirsən sən? Haq dörsən, yayırıq alimə ki, bala, sən düz adamsan. Nəşqasırsan bundan. Söhbətdir, elmi söhbətdir, sən öz kitabı getirəcəksən. Mən də sənin kitabı ələ getirəcəm, onun sizinlə söhbət edəcək. Saudiyyənin çapıdır, Vəhhabiyyət özü bu kitabı buraxıb, bunların səhih kitablarıdır, 6 səhih kitablarıdır, Kutub-ı Siddə deyirlər buna. Sənin alimlərin də, Peyğəmbər də özünüz nəql edirsiniz ki, Peyğəmbərin xanımları da deyir ki, bala biz girək bura, Ayşə deyib, yox girmə, Ümmü Sələməyə deyib, girmə. Dadıb, aid olsaydı bu bunların əhl-i beyt məsələsi. Deyərdi, hangi adə söz də mənim əhl-i beytimsiz. Deyir, yox, qızım Fatimə, Əli, balalarım Həsən Hüseyin gəlsin. Ayşə xanım demək Peyğəmbərlə dava elədi. Cəməldə Peyğəmbərə qılınc qaldırdı. Allah da adamı ucaldır, Allah da adamı alçaldır. Abdullah ibn Əhbəd Həskani sünnə alimidir, 5-ci əsrdə yaşayıb, kitabının adı Şəbahüdü Tənzil, Liqabaid-i Təfdil. Bəzi sünnə müfəssirlər bunu qeyd edirlər, çox gülüz məsələdir. Deyirlər ki, Həfsə Ayşəyə bu satqınçılığı güya eləyir ki, Peyğəmbər mənim yanımdaydı gecə. Dedi ki, Həfsə, bunu heç kimə demə. Niyə demədi bunu? Sənin atan, Ayşənin atasından sonra, onda məndən sonra ümmətin xəlifəsidir. Yaxşı, çox gözəl. Burada nə var bəyəm? Buna görə adam ayə gəlməlidir. O, şad xəbərdir də, ümməti sevindirirlər. Çünki təyin olunub Allah tərəfindən bu ümmətə xəlifə. Çox gözəl. Hədisi qəbul elədik səhih. Biz Peyğəmbər deyib ki, bu xəlifə olacaq. Biz niyə seçdiniz Əbu Bəkri? Bunlar analarının sözündən də sıxmırlar. Biz deyirlər ki, Ayşə üçün filan söz deyirsiniz, filan söz deyirsiniz. Ayşə söz deyib, Musa Ayşənin sözünə qulaq asın. Bu da təyin olunub da bu adam. Niyə seçirsiniz bunu? Peyğəmbər xəbər verib Həfsəyə. O da maşallah Allah saxlamış. Kitabı İslam'a görə can fəşanlıq elədi, bu sirri açdı. Çünki bu neyi sirdir? Əgər bu sir də açılıbsa, biz niyə o xəlifələri sonra seçdilər, seçki yol ilə? Bunlar da seçilib Allah tərəfindən də. Yəni, nə demək istəyirsiniz siz? Öz alimin yazıb da, mənim alimim deyir ki, dən qorxur, dedim ki, biz burada nə inirik bəyəm? Elmi söhbət edirik. Ondan başqa da heç nə düşünmək olmur bunlar barəsində. Bu cür adamlara nə deyəsən? Bu cür adamların hansı ilə bəhs eləyəsən? Bu kitablar sizin öz kitabınız idi. Bunu göndərirlər Azərbaycana cavanlarımızı əxlaqsızlığa, bunlar da yönəsin, İslamdan nifrət eləsinlər, zahirinə baxsın, nifrət eləsin cavan, desin təzədən eş işrətinə, narkotikanın dalıcan, zinanın dalıcan, Azərbaycanda zinakarlıq açsın, əxlaqsızlıq açsın, narkomaniya yayılsın və bunların bir amalı var. İşğal olunmuş Qarabağ alınmasın. Bunların ümidləri ürəklərində qalacaq. Qarabağımızın, İrəvanımızın tezliklə azadçılığına sələvat. Allahümmə səllə alə Muhammed. Xaricdəki ermənilər, daxildəki bu ermənilərin məhvinə sələvat. Allahümmə səllə alə Muhammed və ali. Bu millət Hüseynçi millət olub, aşuracı millətdir. Bu millət nə müharibədən qorxur, nə ölümdən. Bu millət əvvəldə balasını qurban verib, Hüseyn məktəbindən öyrənib, Əvəlfəz məktəbindən vəfadarlığı öyrənib, balasını da qurban verib, özünü də, ailəsini də. İstərsə qabaqda lazım olacaq inşallah, Qarabağımızsın, İrəvanımızsın, özümüzü də, balalarımızı da qurban verəcəyik. Mən Azərbaycan millətinə, dövlətinə müraciət edirəm buradan. Bu vəhhabilər Əfqanistanda, İraqda, Çeçenistanda, Pakistanda hamısı göz qabağında olur.
Sabah əgər bunun qabağını biz millət və dövlət almasaq, Azərbaycanda da bu olacaq. Buranı Pakistana, İraqa, Əfqanistana, Çeçenistana çevirəcəklər. Öldürdükləri adamlar la ilahə illallah, üzü qibləyi namaz qılanlardır. Allahumma salli ala Muhammed və ali Muhammed. Və selamu aleykum və rəhmətullah və bərəkət. Hacı İlhan Ağada özü də elan edəcək. Dünənləri, mən müqəddimə deyim, dünənləri qərar edir ki, Əhl-i Sünnə və Cəmaət, onların alimləri bəhsə gəlsin. Təəssüflər olsun ki, bəhsə bir gün qalmış, 3-cü gün xəbər göndərirlər ki, biz gəlmirik və yaxud gəlirik də çəkiliş olmasın. Hər halda həmişə Cəfəri məzhəbi öz sözünü deyil, çünki Cəfəri məzhəbi Qur'ana söykənir, Əhl-i Beytə söykənir. İnşallah ayın 8-də yadınızda olsa burada bir bəhs oldu. İnşallah bu gündə Hacı qardaşımız o bəhsi davam edəcək. Allah bizləri Əhl-i Beyt elmini, Qur'an elmini öyrənənlərdən qərar versin inşallah. Sonra bu çəkilişdən sonra hər kəs istəsə disklər veriləcək inşallah. Siz də baxın, istifadə edin. Əmir-əl-Müminin şiəsi gələk həmişə hazır olacaq adam. Bunlarla da bəhs edilmək, dini bəhs edilmək ilə cihad hökmünlədir. Çünki biz həqqaniyyətimizi çatdırırıq. Allah bizi dünya və axirət haqdan, Əhl-i Beytdən ayrı salmasın. Salavat olsun. Allahumma salli ala يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما اللهم صل على محمد وآل محمد اللهم صل على محمد وآل محمد اللهم صل على صل على محمد وآل محمد وعجل فرجهم وفرجنا بحقهم. بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين. الحمد لله رب العالمين والعاقبة للمتقين والصلاة والسلام على رسول الله الأمين وعلى آله الطاهرين لا سيما بقية الله في الأرضين روحي وأرواح العالمين لمقدم ترابه الفداء بلعنة الله على أعدائهم أعداء الله إلى لقاء الله. أما بعد، فقال الله الحكيم في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. وما أنزلنا عليك الكتاب إلا لتبين لهم الذي اختلفوا فيه وهدى ورحمة لقوم يؤمنون. صدق الله العلي العظيم. محمد آل محمد أرباب متأخرنا صلواتنا يتليه. Cümə günüdür, bu günlərin Müslüman dünyasına, İslam dünyasına və Müslümanlara mübarək olmasına salavat inayət edək. Allahumma salli ala Muhammed və ali Muhammed. Zamanı sahibi, ağamız, rəhbərimiz, mövlamız, İmamımız, İmam Zamanağanın salamatlıqına, zuhurunun tənzilinə, bizdən razılığına, ona layiq kişiyə olmağımıza salavat. Allahumma salli ala Muhammed və ali Muhammed. Mən də söhbəti, bu cümə söhbəti də bizlərdə ardıcıl olaraq